Biz bugün sizə deməli başlayacağıq sual cümləsinin mətn çevrilməsindən danışaq. Bunun üçün sual cümləsi barəsində ilkin o primary məlumatlardan biraz verəcəm ki, sual cümləsinin mətn çevrilməsində dərk edə biləsiniz. Deməli mən sizə əslində sual cümləsindən yox, xüsusi sual cümlələrindən bağlı danışacağam. Xüsusi sual cümlələri hansı sual cümlələrdir? İçində sual əvəzlikləri olan sual cümlələrdir. Deməli, xüsusi sual cümlələri, yəni sual əvəzliklərindən düzələn sual cümlələri ingiliscəsində iki əsas yolla yaranır. Niyə iki əsas yol var? Çünki mübtədanın və onun sualları fərqli cür yaranır. Digər cümlənin sualları fərqli cür yaranır. Mübtəda və onun təyininin sualları fərqli cür, digər cümlənin sualları fərqli cür yaranır. Nə deməyə çalışıram? Deyirəm ki, innovative people make new things everywhere. Belə bir cümlə yazdım. Innovative people make new things everywhere. İnnovativ insanlar hər yerdə nə edirlər? Yeni şeylər yaradırlar və yeni şeylər düzəldirlər. Yaxşı. Biz burada innovative deməli təhlil etsək deyərik ki, nə edirlər, yaradırlar? Kim? İnsanlar, hansı insanlar? İnnovativ insanlar, yenilikçi insanlar. Yaxşı, innovative burada təyindir də, düzdürmü? Nəyin təyinidir? Mübtədanın təyinidir. Deməli, mən deyirəm ki, mübtədanın və mübtədanın təyinin suallarında söz sırası dəyişmir. Yəni, innovative'in yerinə sual əvəzliyini yazırsınız. What kind of people? Heç nəyi dəyişmirsiniz. Make new things everywhere. Yaxşı. Bu oldu sual cümləsi. Və yaxud innovative people'a sual verirsiniz. Yenə mübtədəyə sual vermiş olursunuz. Yenə söz sırasını dəyişmirsiniz. Bir dənə nə dəyişəcəkdir? Make olacaq makes. Unutmursunuz, who və what mübtədə funksiyası daşıdıqda xəbər həmişə təkid olmalıdır. Who makes new things everywhere. Yaxşı. Birincidə mən sual vermişəm innovative-ə, ikincidə sual vermişəm innovative people-a və yaxud people-a. Birinci mübtədanın təyinin sualıdır, ikinci də mübtədanın özünün sualıdır. Ortaq olan şey nədir deyə soruşsan, ortaq olan şey odur ki, deməli, mübtəda və onun təyinin suallarında söz sırası nəqli cümlə kimi olur. Yəni, heç nə dəyişmir. Sadəcə mübtədanın sualında xəbəri diqqət edən ki, həmişə xəbər təkdə olmalıdır. Amma digər cümlə özlərinin sual verəndə söz sırası necə olmalıdır? Digər cümlə özlərinin suallarında söz sırası sual sözü plus köməkçisi və ya modal feil plus mübtəda plus əsas feil plus ikinci dərəcəli üzvlər. Bu ardıcılığa riayət etməli. Digər cümlə üzvlərinin suallarında. Baxın. İndi burada what kind of people, innovative people make new things everywhere. Məsələn, new things'e sual veririk. Nə sual verərik? Nə idi, hə? What sualını verərik də. Deyəcək, what? Köməkçi feil lazımdır artıq bizə. Baxın, burada köməkçi feil nə olar? Cümlə hansı zamandadır? İndiki sayılı zamanda sualın inkarı nə yaradır? Dudaz yaradır. Innovative people do yoxsa does? Do. What do? Mübtədə olmalıdır. Innovative people əsas feil make. New things'e artıq sual vermişdik, onu çıxardırıq. Qalır everywhere. Everywhere'e sual verərsiniz. Hara sualını verəcəksiniz, düzdür? Where. Köməkçi feil. Do. Əsas feil. Innovative people make new things. Yaxşı. Deməli, bu da digər cümlə üzvlərinin suallarıdır. Hamısında əməl eləməli olduğumuz söz sırası sual sözü, köməkçi feil, mübtəda, əsas feil, ardıcıllığıdır. Bax, bu gördünüz ki, bu ardıcılığa bütün cümlələrdə biz riayət elədik, əməl elədik. Düzdürmü? Yaxşı. Bu ardıcılığa mütləq şəkildə əməl elədik. İndi biz bunun məhsul növə tətbiqini necə edəcəyik? Məhsul növdə olan cümləni düşünəndə, məsələn, buradan baxaq, bircə dəqiqə, nədir cümləmiz? Birinci cümləmiz.
How birinci cümlə hardadır? Əsas feil sonra müddət. Deməli, sual sözü köməkçi feil və ya müdafiə. Üstə görə mübtəda, üstə görə əsas feil, üstə görə ikinci dərəcəli üzvlər. Why did they raise the alarm? Yaxşı. Baxırsınız bura. Why did they raise the alarm? Aha. Deməli, baxın, unutmayın. Cümləni məlumuna çevirirsiniz, məhsula çevirirsiniz. Nə edirsiniz elə? Sual cümləsi, sual əvəzliyində toxunmaq olmaz. Sual əvəzi durur yerində. Why? Amma siz tamamlığı gətirirsiniz mübtəda funksiyasına, düzdür? Burada mübtəda hardadır? Baxın, sual sözü, köməkçi feil mübtəda. Mübtəda deyil də, düzdürmü? Artıq deməli, mən nəyi alarmla əvəz eləyəcəm? Deyi alarmla əvəz eləyəcəm. İndi mən sual cümləsi deyə nə yazmalıyam sual sözündən sonra? Köməkçi feil yazmalıyam. Köməkçi feilim keçmiş sadə zamanda nə olurdu? Was və ya were olur, düzdür? Hansı olsun? Niyə? Çünki alarma görə. Düzdürmü? Why was? Alarm. Düzdürmü? Mübtəda. Tamamlığı gətirdim mübtəda funksiyasına. Sonra raised. Yaza bilərəm. By them. Yazmaya da bilərəm. Düzdür? Yəni, bu birinci testimiz. Bir neçə strukturdaşına baxacaq da. Bu da eyni strukturda deyə baxmıram. Məsələn, elə bu da. Who cleans these rooms? Bunda çox diqqətli olun. Who cleans these rooms? Yaxşı. Bunu yazmazdan əvvəl. Burada tamamlıq nə olmuşdu? Alarm. Burada alarm oldu cümlənin mübtədası. Yaxşı. Bəs burada by them nəyə əvəz elədim ki, by them-lə mən? Nə yazdım? Mən nəyi bərpa elədim? Cümlənin mübtədası. Niyə? Çünki məlum cümlənin mübtədası məhsul cümlədə bərpa olunanda by ilə bərpa olunurdu. Və bayaq ilkin cümləm nə olmuşdur bura başlayan? Dedim ki, sual cümləsini məhsul növə çevirirsən və ya məhsuldan məlumat çevirirsən, sual əvəzindən işiniz yox demişdim. Sual əvəzinin yerini tərpədə bilmərsiniz demişdim. İndi yəni burada who yenə qalmalıdır yerində. Eləmi? Who birinci cümlədə hansı cümlə üzvüdür sizcə? Mübtəda idi. Hardan bildin? Birbaşa xəbər işlənir. Nəqli cümlədə ancaq mübtədadan sonra birbaşa xəbər işlənə bilər, düzdürmü? Yəni bu üzr istəyirəm. Yəni birbaşa xəbər yalnız mübtədadan sonra işlənə bilər, düzdürmü? Birbaşa xəbər yalnız mübtədadan sonra işlənir. Deməli who bu cümlədə nə imiş? Mübtədadır. Onda bu cümlədə nə olacaq? Üzr istəyirəm. Mübtədadır. Mübtəda who'dur. Təkrar edirəm. Mən bu yeni cümləyə 100% who ilə başlamalıyam. Çünki dedim ki, sual əvəzi nə edirsiniz eləyən yerindən çıxaranmarsınız. Onda who'yu yerində saxlamaqla əslində hansı cümlə özünün yerində saxladım mən? Mübtədanı. Məlum növcünlərin mübtədası məhsul növdə yerində qalırdısa, nə ilə qalırdı? Bərpa olunursa, nə ilə bərpa olunurdu? By ilə. Deməli, bu cümlədə who olacaq, amma cümlənin axırında biləni də by olacaq ki, cümlə düz olsun. İndi ortanı dolduraq. Dolduraq, indi tutasız söhbəti. İndi artıq mübtədanın sual deyil, onda yenə olmalıdır. Sual sözü köməkçi feil mübtəda. Cümlə hansı zamandadır? İndiki sadə məhsul növün düsturu. Əmizar. İndi yeni tamamlığımız nə olur? These rooms olur. These rooms səm olduğuna görə are olur. Düzdürmü? These rooms. Əsas feilimiz də olur? Cleaned. Deməli, who 100% by ilə qalmalıdır yerində. Niyə cleaned olsun ki? Məhsul növdə düstur to be plus participle to'dur. Yaxşı. Diqqətli olun. By sözünün işlənməsi mütləqdir. Səbəb isə odur ki, məlum növ cümlənin mübtədası məchul növ cümlədə yerində qalıbdır. Baxın, amma necə qalıbdır? By sözünün vasitəsilə qalıbdır ki, bu mütləqdir. Yaxşı. Elə bundan sonraki test elədi. Who teach these students? Who teach these students? Yaxşı. Who yenə qaldı. Axıra by yazdım. Ortanı doldururam. Yaxşı. Yenə indiki sadə zamanda olduğuna görə bəli. Are students taught? Taught by. Belə olmalıdır. Başa düşdünüz? Yaxşı. İndi bir dənə də fərqli quruluş olmalıdır. Görüm ondan bağlı sizdə var test.
Yaxşı. What does Azerbaijan export to this country? What does Azerbaijan export to this country? Azərbaycan bu ölkəyə nə ixrac edir? Bu cümlədə gəlin təhlil edək. Nə edir? İxrac edir. Cümlənin xəbəri eksportdur. Kim? Azərbaycan. Azərbaycan. Nəyi? Deməli, what ilə cümlənin nə idi? Tamamlığıdır. Məlum növ cümlənin mübtədası məchul növdə nə olur? Məlum növ cümlənin mübtədası tamamlıq. Bəs məlum növ cümlənin tamamlığı məchul növ cümlədə nə olur? Mübtəda. Deməli, what ikinci cümlədə mübtədadır. Bayaq bu cümlə tamamlığın sualı idi onda. İndi oldu artıq mübtədanın sualı. Mübtədanın sualında mübtədadan sonra birbaşa xəbər gəlir. Bütöv xəbər. Bəli, what is boat? Bəli, what is boat? Əsas məsələ bu idi. Bax, is boat görürüz, bitişik oldu. Bax, gördünüz burada nə edirdim? Are-la toad ayrıldı. Are-la cleaned ayrıldı. Düzdür? Was-la raised ayrıldı. Amma burada ayrılanmaz. Çünki artıq cümlə nəyin sualına çevrildi? Mübtədanın sualına çevrildi. Və mübtədanın sualında söz sırası deməli necə olmalıydı? Mübtəda plus xəbər, bütöv xəbər. What is bought by Azerbaijan? By Azerbaijan to this country. Niyə by? Çünki birinci cümlədə Azərbaycan nə idi? Qəşəng bax. Mübtədadır. Məlum cümlənin mübtədası məhsul növü nə kimi qalır? Tamamlıq kimi qalır. Ona görə bəli, axıra da yazdıqları olur. Boat yazmaya başlayın deyirəm. Axı nəsə cümlənin tərcüməsi alınmış. Export. Yaxşı, 24-də baxır. Burada sual cümləsi yoxsa daha sadədir. Do you produce furniture? Do you produce furniture? Nə idi sonrası? At this shop? At this factory. Yaxşı. Bu cümlə normal ümumi sual cümləsidir. Ona görə də sadəcə tapırsınız ki, mübtəda nədir? You'dur. Birinci cümlə mübtədası. Furniture nədir? Tamamlıqdır. Artıq ikinci cümlə dəyişəcəkdir. Bilirsiniz ki, furniture artıq olacaq mübtəda. Cümlə hansı zamandadır? İndiki sadə. İndiki sadə zamanda məcbur növdüsürü əmiz ardan olur. İndi furniture mübtəda olacağına görə is olacaq, düzdürmü? Is. Mübtəda sual sözünü yazın, sonra mübtədan yazırsan. Furniture, sonrasız feil yazırsan. Produce idi, olacaq məcbur növdə produce. İstəsən yaza bilərsən by you, istəsən yazmarsan at this factory. Oldu sual. Başa düşük. Yaxşı, burada da furniture burada tamamlıq idi. Bu cümlədə isə mübtəda funksiyası daşıdı. Yaxşı, başa düşüləndirsə mən bu video qeydi də göndərəcəm sizə. Eyni zamanda vərəqə də göndərəcəm sizə. 28 buradan 45. Okay. Elə biləm bundan bu birisindən də yazmaq olar ki, biraz tez qutaraq məcbur növü. Biraz bu hissəsiz yoracaq, amma ümumi olaraq çətin mövzu deyil də gördüyünüz kimi. Yaxşı, bu biri mövzu nədir? Bu biri mövzu isə məhsul növdə olan cümlələri seçim testidir. Məhsul növdə olan cümlələri seçim testlərində birinci diqqət edəcəyiniz şey, bir cümlənin məhsul növü olması üçün ən birinci şərt o cümlədə bu ardıcılığın olmasıdır. To be plus participle to. Məhsul növü seçim testlərində bu düstur mütləqdir. To be plus participle to. Amma həmçinin bu düsturlarla yanaşı bir cümlə sifət ilə və ya müstəqil forma yəyic əvəzi ilə bitərsə, həmin cümlə məhsul növdə deyil. Çünki bunlar ismi xəbərli cümlədir, ismi xəbərli cümlələr məhsul növdə olmur. Bir cümlədə there is, there are olarsa o cümlə məhsul növdə deyil. There is, there are-la başlayırsa o cümlə məhsul növdə deyil. Çünki yenə də there is, there are, deməli, bilirsiniz ki, ismi xəbərli cümlələrdir. Bax, başlayıram bura oxumağa. To be-ni tapıram, is. Bəs participle to-nu tapa biləcəmmi? Yox. To be-ni tapıram, yoxdur heç. To be axtarıram, yoxdur heç. To be axtarıram, yoxdur heç. To be participle to. Cavabım ona görə yeməlidir. İkinci testdə. Yenə to be plus participle to axtaracağım. To be participle to qalsın. To be var, yoxdur. To be var, yoxdur. To be var burada əslində, amma to be-dən sonra participle to
Yoxdur. To be var? Yoxdur. Cavab oldu A bəndi. Yaxşı. Bu tip testləri ardıcıl belə yazacağıq. Məsələn, burada deyək ki, yenə eyni qaydada deyə baxmıram ora. Sonra bura baxın, mətn növü çevirsə, to be plus participle axtarırsınız deyə cavabınızı 1 ilə 2 götürürsünüz. O üstürə uyan. Sonra biraz fərqli bir forma axtarmaq istəyirəm. Fərqli forma tapmaq istəyirəm. Yaxşı. Məsələn, 9-cu testdə mən birbaşa self-confident çıxacam. Çünki özünə arxayın, öz güvəni deməli sifətdir. Bir cümlə sifətlə bitirsək, mətn növü düşmürdü. Sonra baxıram, 3-cüdə to be-ni tapıram was-dur. Participle axtarıram, yoxdur. Deməli, cavab 1 ilə 4-dür. Məsələn, burada competent sifətdir. Səriştəli bacarıqlı deməkdir. Birbaşa onu çıxacam, sonra burada participle yox deyə çıxacam, cavab 1 ilə 4 qalacaq. Yəni, bunlara diqqət eləyin. Baxın, görün, bunların hamısı mətndə olan cümlələr sezgi testləridir. Bəli. 7. 7. Didn't go to the meeting yesterday because. Yaxşı. Didn't go hansı zamanda danışır? Keçmiş zamanda. Cavablarda indiki zaman varsa çıxaq. Həzən iz indiki zaman formullarda, düzdürmü? Sonra was been yox idi da, bayaq dedik ki, düzdür? Çıxırsan bunu. Mətn növü 100% to be olmalıdır. Düzdür? 100% to be olmalıdır. Burada to be yox deyib onu da çıxırsan, cavab qaldı bənd. Bizə görmələm, mətn növü çevrilə bilən cümlələri seçin testləri var, burada ya yox. Yox, burada onlarla bağlı deyil. Ona görə eyni şeydir. Məsələn, bura baxıram. Baxın, bu neçə 2-dir bu. 22-dir. Görürsünüz, expensive və good. Sifətlə bitdiyinə görə çıxacaq, cavab 1 ilə 4 qalacaq. Baxıram bura, happy, talented. Sifətlə bitdiyinə görə çıxacaq, cavab qalacaq 1 ilə 3. Baxıram bura, cheap çıxacaq. Are deyirindən başlayan cümlələr mətn növü düşmürdə çıxacaq, cavab qalacaq 2 ilə 4. Baxıram bura, safe gözümə baxdı çıxıram. There are olan cümlələr mətn növü düşmür çıxıram, cavab 1 ilə 3-dür. Baxıram bura. Məsələn, deyək ki, burada to be plus participle axtarım. 2-də to be var, bəli, participle yoxdur, çıxıram. Baxıram 3-ə, have been to be-dir, amma participle yoxdur, çıxıram, cavab qalır 1 ilə 4. Baxıram bura, good-la dirişə sifətdir, çıxıram, cavab qalır 1 ilə 4. Bu qayda tapacam cavabları. Ona görə bu mövzunu da verirəm. Bu dəfə biraz çox olsun dərsiz, amma maksimum tez bitirək deyək.